İstiğfar namazı varmı? Varsa necə qılınır? İstiğfar namazı var və onun biri elə məhz bu gündür. Nə qədər ki gün batmayıb gedin. Qılın. Bəli, Dərhal gözəl. qusl edin. O da ki bu aya, yəni Zilqədə ayına və Zilqədə ayının hansı gününə? Bazar günü məxsusdur. Mən deyirəm qulaq asın. Qusl edirsiniz, tövbə qusulu. Sonra dəstəmaz alırsınız. 4 rəkət, 2 rəkət, 2 rəkət namaz qılırsınız, 2-dən 2 rəkət. Hər rəkətdə bir həmd, 3 qul huvallah, bir fələq, bir nas. Rükû səcdə qayıdırsınız, bu işi görürsünüz yenə. 3 qul huvallah, həmddən sonra bir fələq, bir nas. Təşəhhüd, salam, dərhal qayıdırsınız, birdən 2 rəkətli bu şəkildə qılırsınız. Qurtardı. Qurtaran kimi 70 dəfə istiğfar edirsiniz. Əstəğfirullah və ətubu iləh. Əstəğfirullah Rabbi və ətubu iləh. Ya əstəğfirullah fərq etmir. 70 dəfə istiğfar edirsiniz. Sonra bir dəfə deyirsiniz la havlə və la quvvətə illa billahil aliyyil azim. Sonra deyirsiniz ki, bəli, ya Gafur, ya Aziz, ya Gafar, iğfir li dunubi və dunubə cəmiyyəl müminin vəl müminat fə innəhu la yəğfiru dunubə illa ənt. Bunu deyirsiniz və bu olur istiğfar namazı. Və deyəcək, bunu hələlik edin, bunu hər vaxtda etmək olar. Buna məxsus gəlib. Sonra Peyğəmbərdən icazə istəyiblər və yaxud soruşublar deyib, tüm vaxtlarda bunu edə bilərsiniz. Yəni bu ən etibarlı istiğfar namazıdır.